Salam. Hər vaxtınız xeyir, hörmətli tələbələr. Mən məntiq müəlliminiz Əli Babayev. Bugün üçbucağın sayılmasına dair başqa bir sualla qarşınızdayım. Şəkildə gördüyünüz sual bir çox YouTube videolarında da müxtəlif qaydalarla izah olunmuş bir sualdır. Burada digər YouTube videolarında da izah olunduğu kimi, əvvəla oturacaq sayıları qeyd olunurdu. 4 dənədir. 1, 2, 3, 4. Sonra isə digər videolarda necə deyirdi? 1-in qarşısında 1 yazırıq. 2-nin qarşısında 1-in üstünə 2 gəlib 3 yazırıq. 3-də 3 üstə gəl 3, 6. 6 üstə gəl 4, 10. Halbuki tələbələr bunu niyə belə yazdığımızda biraz çaşqınlıq yaşayır. Gəlin mən sizə belə izah edeyim. Biz nə demişdik? Bizim işimiz əsas oturacaqlardandır. İndi gəlin baxaq. Birinci oturacaq olaraq ən yuxarıdakını qeyd etsək, yuxarıda təkcə neçədən üç bucaq var? Bircə dənə. Yazırıq 1. İkinci oturacağı qeyd etdiyimizdə neçə yerə bölünür? 1, 2. 1 üstə gəl 2, 3. Yəni bunu başa düşdünüzdə yadınızdadır demişdik. Neçə hissəyə bölünürsə o qədər qeyd edirik. Cəmləyib qeyd edirik. Üçüncü oturacağa baxdığımızda 1, 2, 3. Cəmlədiyimizdə 1 üstə gəl 2 üstə gəl 3 eləyir 6. Dördüncü oturacağımızda isə 4 yerə bölünür. 1, 2, 3, 4. Cəmlədiyimizdə isə 10. Sonradan yoldaşlar deyirik ki, burada tək saylı oturacaqların qarşısında duran ədədlər təkrarən cəmlənib üzərinə gəlir. İlk əvvəl buranı cəmlədiyimizdə 20-ni almış oluruq. Əlavə olaraq tək sırada duranların qarşısındakı, yəni 1 ilə 6-nı ayrıca cəmləyib üzərinə gələcəyik. Və bu qayda bir çoxunuza tanışdır. Amma ki, Dövlət İmtahan Mərkəzi iki imtahan dalbadal buna oxşar bir sual salmışdı. Gəlin həmin sualı çəkim sizin üçün. Hı -hı. 1, bu da 2. Hı -hı. Sual qarşınızdakı kimidir yoldaşlar. Bizdən soruşmuşdu ki, şəkildə neçə dənə üçbucaq var? Yoldaşlar bir çox tələbənin etdiyi səhv nə olmuşdu? Götürüb bu mərkəz xətti, bu çəkilən xətti nəzərdən qaçırdı. Yəni ki, deyib ki, mən bunu saymasam. Ne etmişdi? 3 oturacaq var, qeyd etmişdi. Sonra 1'in qarşısına 1, 2'nin qarşısına 3, 3'ün qarşısına 6 yazıb bunları cəmləmişdi 10. Əlavə olaraq 1 ilə 6-nı da gəlmişdi 17. Sonra buna əsasən bölünən 1, 2, 3, 4, 5, 6 dənə də üçbucaq sayıb gəlmişdi üzərinə 23 cavabını almışdı. Cavablarda var idi mi 23? Əlbəttə ki var idi. Halbuki Dövlət İmtahan Mərkəzi deyir ki, biz əgər şəkli çəkmişiksə üçbucağı müəyyən bir əlavə xətt qoyuruqsa, siz onu oturub saymalısınız. Bəs sayılma qaydası daha sürətlə necə ola bilər? İlk növbədə biz nə edəcəyik? Alt oturacaqdan başlayırıq. Alt oturacağı nəzərə alaraq üstə doğru neçə dənə bir dənəli üçbucaqlar sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə bir dənə üçbucaq. Sonra isə xəttin gəldiyi oturacağa nəzərə digər böyük üçbucaqlar sayırıq. Burada xətt ikincidədir. Düzdür? Bir, ikincidə. Üçüncü oturacağını nəzərə alıb A, B və C deyərək A, B, C deyərək biz bunu nə edəcəyik? Bir dənə böyük üçbucaq götürürük. Üstə gəl 1. Sonra biz bu xəttin gəlib dəydiyini götürə bilərikmi? Məsələn, F, K. Götürə bilərik. A, F, K. Özü bir dənə ayrıca böyük bir üçbucaq əmələ gətirir. Üstə gəl 1. İndi biz nə edəcəyik? Uşaqlar, biz hər zaman alt oturacaqdan üstə doğru hərəkət alırıq. Necə yəni alt oturacaqdan üstə doğru? Bax, alt oturacaqdan bu xəttin düz orta oturacağına qədər neçə dənə üçbucaq var? 3 dənə, 4 dənəli. 1, 2 dənə burada üçbucaq var. Həmin o 2 dənəni gəldik üzərinə. Hı -hı. İndi o 2 dənəni gəldikdən sonra yoldaşlar biz nə edəcəyik? İndi birləşmələrə baxırıq. Bax biz buradan buranı, yəni A üçbucağının, yəni baş nöqtəyə baxın. Bu hissəni saymamışıq bax. Düzdür?
İndi biz onu necə sayacağıq? Bu iki dənə bir, yəni bu formada. Buradan ikinci üçbucaq. Buradan üçüncü üçbucaq. Buradan da dördüncü üçbucağı çıxartmış oluruq. Dörd dənə bu hissədə, üstə qalan hissədə üçbucaqlarımız var. Üstə gəl 4. Və əlavə olaraq 2 dənə də düzbucaqlı üçbucağımız var ki, onlar da sayın üzərinə gəlir və ümumi sayı topladığımızda 21 olur. Variantlarda 21-də vardı, 23-də. 23-ü götürən yoldaşlar səhv yazmışdı. Yəni cavabları səhv çıxmışdı. Cavab 21 olaraq qeyd olunmuşdu. Bəs bundan sonra axı müəllim demişdi sizə ki, bundan 2 dənə düşmüşdü. Bəs sonrakı necə düşür? Sonrakı imtahanlarda artıq xəttin sayını 2 dənə çəkməmişdi, 3 dənə çəkmişdi. 1, 2, 3, 3 dənə xətt çəkmişdi. Bayaq 2 dənə çəkmişdik. Diqqətlə fikir versəniz, yoldaşlar. 1, 2 dənə. İndi isə 3 dənə xətt çəkir. Aha, xətti düzəldək. 3 dənə xətt çəkəcək bu formada. İndi gəlin biz üçbucaqlarımızı tamamlayaq şəkil formatında. Hı -hı. Baxaq görək necə olacaq. Aha, şəkil hazır. Müəllim sizə nə demişdi? Müəllim demişdi ki, ay uşaqlar, birinci alt oturacaq məsələn. Üstə doğru neçə dənə tək var? Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18 dənə bir dənəli üçbucaq. İndi hər birini alt oturacaqdan üst oturacağa doğru böyüklərdən sayırıq. Bax, A, B, S. Özü bir dənə böyük bir üçbucaq. Sonra F, K, H, M. Dedim axı, alt oturacaqdan üst oturacaqlara doğru böyükləri sayaq. A, B, C, A, F, K, A, H, M. 3 dənə var. Qeyd etdikdən sonra indi alt oturacaqdan yavaş-yavaş üst oturacaqlara doğru neçə dənəli birləşənlər var, onları qeyd edək. Baxın, B, H, bu hissədən ən alt oturacaqdan üçüncü oturacağa doğru 1, 2, 3 dənə. Düzdür yoldaşlar? 3 dənə. Əlavə olaraq indi yuxarıdakı oturacağa doğru 3, 4, 5 dənə. 5 dənə üzü yuxarı doğru çəkilib. Əgər görməkdə çətinlik çəkirsinizsə, rənglər dəyişir. Bu 3 dənə yəqin ki, məlumdur. İndi rəngi dəyişərəm. Bax, 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 bax. Görürsünüz? Burada da bir dənə böyük üçbucaq və bu tərəfə doğru böyük bir üçbucaq. 5 dənə. Ən alt oturacağı nəzərən 5 dənə. Sonra keçirəm FK oturacağını nəzərən. 1, 2 dənə bu. Üstə gəl 2. Birinci bu içindəkiləri silim. Rahat olsun. 2 dənə o. FK'nı da yazdı. Süper. İndi biz niyə yazacağıq? Üz aşağı baxan üçbucaqlar. Necə yəni üz aşağı baxan üçbucaq? Bax, H, M üz aşağı doğru gəlir. Bir dənə də üz aşağı baxan üçbucağımız. İndi müəllim, bizdə hansı qaldı? BC oturacağını nəzər yetirdik, FK'ya nəzər yetirdik, HM. HM-ə nəzər yetirdiyimizdə görürük ki, üstündə yenə dediyim kimi üstəgəl formalı bölünmə və alınan üçbucaqlar var. Yenə sayırıq. 1, 2, 3, 4, 4 dənə bu. Bu 3 dənəsinin birləşdiyi düzbucaqlı üçbucaq bu oldu 5. Bu tərəf oldu 6. 6 dənə də gəldi üstünə. Gəlin hesablayaq görək nə qədərdir. Bəlkə hardasa bir müəyyən səhvimiz var. 18 üstünə 3 gəldi. 21, 26, 28 üstə gəl 7. Elədi 35. Cavab da 35 idi. İndi yoldaşlar, mən sizin üçün başqa bir sual da çəkəcəm və o sualı bir-birimizlə müzakirə apara-apara, yəni ki, bu ev tapşırığı olacaq. Siz yorumlarda müzakirələrə qatılıb öz fikirlərinizi bildirə bilərsiniz. Bayaq 3 xətt çəkdik, indi isə 4 xəttin çəkib
4 xətli üçbucaqda neçə dənə olacağını siz yorumlarda qeyd edəcəksiniz. Sizdən də çox-çox üzr istəyirəm. Səhhətimlə əlaqədar problem olduğu üçün səsdə biraz axsamalar, sonra keyfiyyət effekti zəif olmuş ola bilər. Hı -hı. Allah'ın adı. Bakın bu sual sizin üçün ev tapşırığıdır. Bunu qeyd edin. Neçə dənə üçbucaq olacaqsa yorumlarda qeyd etməyiniz xahiş olunur.